Xoş gördük hər birinizi, dəyərli YouTube kanalımın izləyiciləri, əziz müəllimlər və müəllim olmağa hazırlaşan namizədlər. Taimin yeni təqdim olunmuş 2026 test bankı üzərindən bilik və növləri mövzusunda sizə video izahı, yəni test izahını təqdim edirəm. İlk sualımız hansı fikir yanlışdır? Yanlış olanı seçirik. A bəndi metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Yəni ən uyğun gələn yuxarı təfəkkür səviyyəsinə metakognitivdir. Yuxarı təfəkkür səviyyəsi düşünmənin, müxtəlif bilikləri əlaqələndirmənin ən üstün yollarından biri hesab olunur. Burada sənin öz baxış bucağından, öz strategiyalarından, öz üsullarından söhbət gedə bilər və taksonomiyanın təhlil, dəyərləndirmək, yaratmaq mərhələləri ilə sıx işlənir. Faktoloji bilik Bloom taksonomiyasının aşağı mərhələlərinə daha çox da xatırlamağa uyğun gələ bilər. C bəndi tapşırığın həlli üçün özü üçün düzgün strategiya seçmək. Strateji bilik bilirik ki, metakognitiv bilikdir, prosedural bilik deyil. C variantı yanlış olan fikirdir. İdraki proseslər haqqında nə qədər çox məlumatlı olsalar, bəli, həmin proseslərdən şagird nə qədər çox məlumatlı olsa daha yaxşı öyrənər. Strateji bilik öyrənmək və tətbiqlə bağlı strategiyalardan, yəni öyrənirsən, hər hansı metodu özününkiləşdirib onu gələcək fəaliyyətində tətbiq etməkdən söhbət gedir. Buradakı prosedural bilikdəki tətbiqlə qarışdırmayın bunu. Sual 2. Fikirlərdən yenə də yanlış olanı seçirsiniz. Şagirdlər bilik əldə edərkən onu kognitiv proseslərdən keçirməlidir. Yəni idraki proseslərdən keçməlidir bu. Sonra B variantında biliyin fəaliyyəti zamanı kognitiv, metakognitiv fəaliyyətlərin əhəmiyyəti böyükdür. Təbii ki, böyükdür. C variantı şagirdlər onlara ötürülən bilikdən özləri üçün bir məna çıxara bilməlidir. İndi quru qalmamalıdır. Bilikdən məna çıxarmalıdır. Əhəmiyyətini başa düşməlidir. Mən bu biliyi harda istifadə edəcəm? Necə istifadə edəcəm? Bilik, gözəl, faktoloji, konseptual, prosedural, metakognitiv növləri var, düzdür? Y variantında səhv nədəndir? Şagird biliyin qəbul edilməsində, ötürülməsində passiv yox, aktiv tərəf olmalıdır. Sual 3. Deməli, üçüncü sualda bir uyğunluq cədvəlidir. Gəlin uyğunluq cədvəlinin variantlarını da bu şəkildə göstərim sizə. Metakognitiv bilik, prosedural bilik, konseptual bilik, deklarativ bilik. Bunları nə etməliyik biz? Uyğunlaşdırmalıyıq. Baxaq, metakognitiv bilikdirsə, deməli, şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağı, anlamasına, yəni şagird artıq onun anlamasına nə kömək etdiyini, hansı yardımcı vasitənin kömək etdiyini bilir. Yəni anlayır, başa düşürsə metakognitiv bilikdir. Sadalamaqla bağlı olan biliyimiz deklarativ bilikdir. Hesablama ilə bağlı olan biliyimiz, yəni hesablayıram, icra edirəm, yerinə yetirirəmsə prosedural bilikdir. Qruplaşdırmaq, ümumiləşdirmək, nümunə göstərməklə bağlı olan bilik modelimiz bizim hansı bilik modelimizdir? Konseptual bilik modeli. 1 A, 2 C, 3 D, 4 B. Düzgün cavabımız A variantı. Dördüncü sual deklarativ biliklə bağlı fikirlərdən yanlış olanı seçirsiniz. Terminlər daxildir. Müxtəlif terminlər, tiyul, soyurqal və s. və s. Dəqiq məlumatları əks etdirir. Bütün bilik növlərini yadda saxlayırsınız ki, formalaşmasında deklarativ bilik, yəni ana bilik modelidir. Deklarativ biliyə idraki fəaliyyətin istənilən sahəsində rast gələ bilərik. Bəli, hər hansı bir tapşırığı necə ardıcıllıqdan söhbət gedirsə, bu deklarativ deyil, necə bilik modeli olacaq? Prosedural bilik. Düzgün cavabımız Y variantı. Yəni, məsələn, balığın necə emal olunduğunu bilmək ardıcıllıqdır. Məktəbə necə getmək lazım olduğunu bilir. Bu ardıcıllıqdan, yəni hansı ardıcıllıqdan keçəcəm? Tapşırığı necə icra etmək lazım olduğunu bilir. Ardıcıllıqdır. Kompüter necə işə salmalı olduğunu bilir. Ardıcıllıqdır. Keçirəm 5-ə. Müəllim şagirddən xarici dildə yeni sözləri daha yaxşı yadda saxlamaq üçün hansı üsuldan istifadə etdiyini siniflə paylaşmasını xahiş edir. Bu şagirdin öz strategiyasıdır.
şagirdin öz strategiyasından söhbət gedirsə, bu metakognitiv, öz metodun, öz strategiyan, öz üsulun, yəni hər kəs fərqli metodlarla öyrənir. 6. Bu misraların mahiyyətini dərk edən şagirddə biliyin hansı növü formalaşacaq? Mahiyyətini dərk etmək, əhəmiyyətini başa düşmək. Yadda saxlayırıq ki, bu konseptual bilikdir. Yəni nəyinsə arxasında dayanan əsas ideyanı görə bilmək, onun mahiyyətini başa düşmək, əhəmiyyətini anlamaq. Yəni müxtəlif deklarativ bilikləri əlaqələnəcək burada. Düzgün cavabımız olacaq konseptual bilik. 7. Müəllim şagirdə instinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyi tapşırır. Biz də qeyd etmişdik ki, müqayisə ilə bağlı. Burada oxşar tərəfdə ola bilərdi, fərqli tərəfdə ola bilərdi, oxşar və fərqli tərəfdə ola bilərdi və yaxud da ki, buradakı kimi fərqləndirmək. Fərqləndirmək feili hansı biliklə işlənir? Konseptual bilik. Və yaxud da ki, deyərdi ki, instinkt, düşüncəli fəaliyyət, təfəkkürü ümumiləşdir. Konseptual bilikdir, müəllimlər bu. 8. Hansı deyir ki, faktoloji biliyi yoxlamağa xidmət etmir? Ağac üzərindəki qrafikaya nə deyir? Faktolojidir. Bax, onu termin olaraq cavab verəcəksən. Rusiyada təhkimçilik nə vaxt ləğv edildi? Buna tarixçilər, tarix öyrənənlər asanlıqla cavab verə biləcək. Rus sənətkarlığın mərkəzi faktoloji bilikdir. Paltova döyüşü faktoloji bilikdir. Amma informasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Bu sənin öz strategiyan, öz üsulun, öz metodundur. Yəni metakognitiv bilik. Sual 9. Bu sual bir sanki bitib tükənmək bilməyən, nə deyirlər ona, feyri kimi bir sualdır. Gəlin baxaq. Deməli, uyğunluq gözlənilmişdir. Deyir, şagird bu bilik sahəsində faktları sadəcə xatırlamaqla kifayətlənmir, səbəb-nəticə əlaqələri qurur, ümumiləşdirir, həm də izah verir. Konseptual bilikdirmi? Bəli, bu konseptual bilikdir. Sonra keçid edirəm, deməli, 2-yə. 2-də nə deyir? Eyni cismin ayda və yerdə kütləsinin sabit qalması, lakin çəkisinin fərqli olması hansı səbəblərlə izah olur? Fikir əsaslandırıcı hesab deyil ki, prosedural götürəsən. Konseptual olsaydı düz olardı. Deməli, 2-lər ola bilməz. 1 olmayan da ola bilməz. 3-ə baxıram. İlk yardım çantasında olan materiallardan istifadə edərək kiçik kəsiyi sarma. Sizcə bax bunu icra edirsə, həyata keçirirsə, bu hansı bilik olar? Təbii ki, prosedur, amma qarşısında yanlış yazdığına görə götürə bilərəm. Doğru yazsaydı səhv olardı. 4. Öz öyrənməsini əgər insan dərk edirsə, bu konseptual yox, metakognitiv bilikdir. Qarşısında doğru yazdığına görə biz 4-ü də ixtisar etdik. Düzgün cavabımız 1 və 3 olacaq. 10-da hansı fikir doğrudur? Deməli, biliklərin möhkəmləndirilməsi əsasən məlumatın bir neçə dəfə təkrar olunaraq yadda saxlanmasına əsaslanır. Möhkəmləndirmə, təkrar olunub yadda saxlamaq yox, icrala da bağlı var, özünküləşdirməsi ilə də bağlı var. Bilik ən effektiv şəkildə müəllimdən şagirdə hazır ötürülən bilikdir. Belə şey harda var? Təbii ki, əzbər deyil. C variantı. Bilik növləri, fakt və anlayışları bilməyə, işi icra etməyə bacarığına, anlayışlar arasındakı əlaqəni dərk etməyə, öz öyrənməni planlayıb qiymətləndirməyə əsaslanırmı? Bəli, əsaslanır. Düzdür. Sonra D-də bilik əsasən bir mövzunu yaxşı başa düşməkdən ibarət deyil. Bəzən onu düzgün və səlis ifadə etmək bacarığından da. Yəni, bilik bilirik ki, yaxşı başa düşməkdən də asılıdır. Bilik icra eləməkdən də asılıdır. Bilik əzbərdən də asılıdır. Bilik öz metodundan da asılıdır. Ona görə D-ni ixtisar etdik, getdi. Y variantı bilik zamanla öz-özünə yox, öz üzərində işləyərsən əgər dəqiqləşər. Mən oxuyum, nəyisə test işləməyim, tətbiq etməyim, dərinləşəcək, xeyr. Elə bazarı yoxdur. Ona görə düzgün cavabımız olacaq C bəndi. 11-də hansı nəqliyyat vasitələri bu gün üçün müasir hesab edilmir və nə üçün? Bax, əgər situasiyada sən səbəb axtarırsansa və yaxud da ki, müxtəlif deklarativ bilikləri əlaqələndirib verilən sualı cavablayırsansa, bu
Konseptual bilik olacaq. Niyə, nə üçün, nəyə görə, nə səbəb axtarılırsa, bu konseptual bilikdir. 12. Uyğunluğu müəyyən edin. Doğrudan doğru, çox güman ki, yanlışdan da yanlış götürüləcək. Kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilirsə deklarativdir. Sifət haqqında deyilən fikirlərdən yanlış olanı müəyyənləşdirirsə faktolojidir. İkini götürə bilmərəm, ikilər ixtisar. Mənəvi dəyərlərə malik olan milli mədəniyyət nümunələrini ümumiləşdirirsə, ümumiləşdirmək konseptual bilikdir. 3-ü də götürəcəm, 1 və 3. Deməli, 4. Bəşəriyyətin ibtidai tarixinə, bu spesifik bilikdir də, ibtidai tarixinə aid olan tapıntını bilmək. Sonra 13-də müəllim şagirdlərə sual verir. Deməli, sualımız nədir? Məxrəc eyniləşdirilmədən kəsirlərin toplana bilməməsi nə ilə bağlıdır? Ortaq məxrəc anlayışının nümunə üzərində açıqlayın. Bu tapşırıqda istifadə olunan bilik növünə uyğun olan tapşırıq. Yəni, buradakı biliyi tapırsınız. Eyni zamanda siz bunu tapandan sonra, məsələn, burada necə bilikdir? Konseptual bilikdir də. Bu variantlarda konseptual olmalıdır. A variantı ölçü vahidini yazdıq, düstur, simvol kimi nəyi ifadə etdiyini qeyd edin. Görürük ki, əzbərlə bağlıdır. Bu bir faktdır, düzdürmü? Yazırmı? Bəli, faktdır. Faktoloji bilik yazırıq. Qələmmə nə oldu? Aha, bir faktdır. Kompasdan istifadə edərək proses var burada. Verilmiş cümlənin hansında metafora, hansında bənzətmə olduğunu müəyyənləşdirin. Seçiminizi anlayışlara əsaslanaraq izah edin. Yəni, izah edirəmsə, təbii ki, bu yuxarıdakı konseptual soruşurdu. C bəndi də konseptualdır. Burada artıq dövlət rəmzlərinin qəbul olunduğu ili əzbər bilməlisən. Deklarativdir, özünüzü yoxlamaq üçün metodlar, üsullar da təbii ki, metakognitiv bilikdir. 14. Biliyin öyrədilməsi ilə bağlı fikirlərdən hansı yanlışdır? Seçici formada ötürməliyik. Passiv ola bilməz. Bunu bayaq izah etdim, yenə də qeyd edirəm. Passiv yox, aktiv olmalıdır. Aktiv. Bilik ötürüldükdən sonra kognitiv, metakognitiv fəaliyyətdən keçməlidir. Seçici şəkildə təqdim etməliyik. Müəllim fasilitator. Ümumiyyətlə, müasir təlim modelində müəllim yol göstərən fasilitatordur. Şagirdə hazır heç nə vermir, sadəcə yol göstərir. 15. Uyğunluğu nə edirik? Biz 15-də uyğunluğu müəyyən edirik. Deməli, anlayışların mənasını, onların bir-birlə əlaqələrini və bu əlaqələri izah edən ümumi prinsipləri dərk etməyə əsaslanırsa, deməli, bu bizim konseptual bilikdir. Konseptual bilik nə ilə bağlı ola bilər? Konseptual biliyə biz nə yaza bilərik? Verilən dirbucaqlara uyğun növə aid edin, kateqoriyadan söhbət gedir, düzdürmü? Daxil olduğunu əsaslandırmaqdan söhbət gedirsə, əsaslandırmaq bilirik ki, konseptual biliklə işlənir. 1-ə B yaza bilərəm. Bir işi addım-addım necə yerinə yetirdiyi, eyni zamanda praktik tətbiq məşqdirsə, prosedural bilikdir. Prosedural bilikdə, bax, PowerPoint-da slayd hazırlamaq tətbiqdir, C yaza bilərsən. Faktları, anlayışları və qaydaları xatırlayıb, aydın şəkildə ifadə edə bilməsi ilə xarakterizə olunursa, faktoloji bilikdir. Faktoloji biliyə də 3-ə də A-nı yaza bilərik. 16. Deklarativ biliklə bağlı verilənlərdən yanlış fikri seçməlisiniz. Deklarativ bilik fərdin bildiyi faktları, anlayışları, qaydaları yadda saxlayıb, sistemli şəkildə ifadə edə bilər onu, düzdür. B variantında deklarativ bilik insanın müəyyən sahəyə aid terminləri, onları doğru şəkildə tanıtması ola bilər, düzdür. İfadə etmək, tanıtmaq, düzdür. Bunlar deklarativ biliklə bağlıdır. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğunu bilirsə, deklarativdir. Yəni, deyir ki, xatırlama məşqlərinin deklarativ bilik formalaşandan sonra ehtiyac qalmır. Təbii ki, ehtiyac qalır. Yəni, təkrarlamasan yadından çıxar. B variantında da deklarativ bilik gündəlik təcrübə ilə, məlumatlarla, yəni təcrübə ilə bağlı deyil, əzbərlə bağlıdır deklarativ bilik. Yadda saxlayırsınız. 17-də hansı fikir yanlışdır? Gəlin baxaq. Deyir ki, prosedural bilik əsasən tətbiq etmək mərhələsi ilə bağlıdır, düzdür. Cümləni baş və ikinci dərəcə konseptual yox, prosedural bilikdir bu.
prosedural olsaydı düz olardı. Əgər cümlənin baş və ikinci dərəcəli üzvlərə ayıranda istifadə etdiyin terminlər, məsələn, mübtədada, xəbərdə, təyin, tamamlıq, zərflik ad olaraq faktoloji bilikdir. Amma sən əgər onu tətbiq edirsənsə, prosedural bilik olacaq. Spesifik bilik faktoloji biliyin növüdür, düzdür. Metakognitiv bilik konseptual biliyə nisbətən üstdür. Ayrı-ayrı faktoloji biliklər arasında əlaqə yaratmaq konseptual bilikdir, bəli. 18. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edəcəyik. Uyğunsuzluq. Konseptual bilik anlayışlar arasındakı əlaqəni anlamağa, bu anlayışları daha geniş sistem daxilində izah etməyə düzdür bu. Biri çıxıram çünki uyğunsuzluq tapacaqsınız. Deklarativ bilik faktların, anlayışların və təriflərin yadda saxlanması və onların ifadə olunması ilə bağlıdırsa, bəli. Bu da düzdür. 2-ni də çıxıram. Yerdə qalır 3 və 4. Metakognitiv bilik insan təkcə nə bildiyini deyil, nə düşündüyünü, hansı strategiya ilə, necə dərk edibsə onlarla bağlıdır, düzdür. Prosedural bilik müəyyən bir tapşırığın necə icra yerinə yetiriləcəyi, hansı addımların hansı ardıcıllıqla icra olunması ilə bağlıdır, bəli. Yanlışdan biz doğruları seçəcəyimizə görə düzgün cavab 3 və 4-dür. Nümunələrdə nə edirik biz? Deməli, kateqoriyalardan söhbət gedirsə, bu kateqoriya ümumiləşdirmək, nümunə demək konseptual bilik. Sözü tərkibinə görə təhlil edirsənsə, bu prosedural bilikdir. Hədəfə çatmaq üçün plan hazırlayırsan, məşq edirsə, bu da metakognitiv bilikdir metodu ilə. 20. Abituriyent ali məktəbin müəyyən bir ixtisasına qəbul olmağı qarşısına hədəf qoyur və hədəfə çatmaq üçün gündəlik rejimlə çalışırsa, hansı bilik modelidir? Təbii ki, bu metakognitiv metodudur, hədəfidir. Sonra 21. Konseptual biliklə bağlı verilmiş fikirlərdən yanlış olanı tapın. Əlaqələrdir, düzdür. Oxşar fərqli tərəflər, düzdür. Faktoloji biliyə əsaslanır, məntiqi düşüncə ilə bağlı, düzdür. Bir tapşırığın icrası üçün bir neçə addımdan ibarət olan biliyimiz bizim prosedural bilikdir, konseptual deyil. Y variantı da düzgün fikirdir. Şagird əgər özünü qiymətləndirirsə, özünün güclü zəif tərəflərini bilirsə, bu metakognitiv bilikdir. 23. Şagird laboratoriyada məhsul hazırlayarkən maddəni tərəzidə ölçür, müəyyən həcmdə suda həll edir, qarışdırır, məhlulu etiketləyib saxlama qabına tökür. Bu tapşırıqda tətbiq olunan, deməli bu görürük ki, hansı biliklə bağlı, prosedural biliklə bağlıdır da, icranın bağlıdır. Bu fotosintez prosesdir, amma əzbərə dayanan proses olduğuna görə bu faktoloji bilikdir. Konseptual bilikdir. Niyəsini səbəb axtarır. Sənaye inqilabı əzbərlə bağlıdır bir faktdır. Niyə deyirsə konseptual bilikdir. Düzdür, hər niyəni konseptual bilik götürməyəcəksiniz, amma burada əsaslandırmaq var da, düzdürmü? Şagird müxtəlif yaş qruplarına aid insanların qan təzyiqini ölçürsə, artıq bildiyini tətbiq edir, düzdürmü? Tətbiq etmək nə ilə bağlıdır? Prosedural biliklə. 24. Biliklə bağlı doğru olan fikri. Bir insanın faktları, anlayışları, qaydaları öyrənib mənalandırması onları yeni vəziyyətdə tətbiq edə bilməsidir. Ola bilər. Yəni biliklə daha çox prosedural biliyin xüsusiyyətlərini daşıdır. Deyir, məşq etmək nəyəsə yadda saxlamaq üçün vacib deyil. Təbii ki, vacibdir. Konseptual biliyə malik olmaq üçün anlayışlar arasındakı əlaqələri ümumi təsvir etmək kifayətdir. Xeyr, təbii ki, ümumi təsvir etmək kifayət deyil. Kateqoriyadır, prinsiplərdir, bunlardan da söhbət gedir və daha genişdir. Sonra D variantındakı prosedural bilik daha çox dəqiq və tətbiqi fənlərdə önə çıxır. Çünki bu sahələrdə nəticəyə çatmaq üçün müəyyən, yəni daha çox dəqiqdə deyə bilmirsən. Məsələn, tarixin özündə götürək hesab var. Hicrdən miladiyə və yaxud da ki, böyükdən kiçiyə doğru hesabla düzəndə bunlar prosesdir, prosedural bilikdir. Metakognitiv bilik insanı daha çox, yəni həm güclü ilə həm zəif tərəflərini tanımağı ola bilər ki, ayrıqda güclü tərəfim nədir, zəif tərəfim nədir, ancaq metakognitiv bilik təkcə bunu ölçmür. Yadda saxlayın. Sonra 25 qalıb. 25-də deyir, biri faktoloji biliyi yoxlayan sualdır. Hansı sual faktoloji biliyi yoxlayır? Nə üçündürsə konseptualdır.
Fərq deyiriksə, yenə də konseptualdır. Əhəmiyyətini müəyyənləşdirirsə, əhəmiyyət, mahiyyət varsa konseptualdır. Ardıcıllıq deyirsə, proseduraldır. Ədəbiyyatda ilk divanın müəllifini bilmək bu bir faktdır. Yəni faktoloji bilik. 26. Uyğunsuzluğu müəyyən edir. 26-da biz uyğunsuzluğu müəyyən etməliyik. Konseptual bilik yol nişanları arasında piyada keçid nişanını tapın və bu nişanı nəyi bildir? Əzbərdir da bu. Əzbər. Faktoloji bilikdir. Əzbər bilsən deyəcəksin, bilməsən hardan deyəsən. Məsafəni ölçmək, kilometrə çevirmək prosesdir. Strategiya varsa özünüzü yoxlamaq üçün, yəni strategiya seçdin, sonda da özünü yoxlayırsan, güclü zəif tərəflərin metakognitivdir. Faktdır, bəli, insan skeletində sümüyün adı onu dəftərdə yazı olaraq qeyd etmək. Məktəbdə həyəcan siqnalı verildikdə sinifdən evakasiya prosesini yerinə yetirsən, icra edirsənsə prosesdir, düzdür. Burada səhv olan fikrimiz olacaq A bəndi. 27. Biliklə bağlı yanlış olan fikri seçin. Faktoloji bilik aşağı təfəkkür səviyyəsinə uyğun gəlir xatırlamağa. Strategiyalar düzdür. Deməli, strategiyaları biz düz seçə bilərik. Sonra riyazi əməllər proseduraldır. Avtomatikləşə bilər vurma cədvəli. Və yaxud da ki, 3 üstə gəl 5, 5 üstə gəl 3, əzbər bilirsiniz bunu, amma yəni əməliyyatdır da, bu düzdür, bu ardıcıllıqdır. Burada da faktoloji yox, konseptual yazsaydı o zaman düz olardı. Çünki digər biliklər arasında əlaqə qurursa, bu heç tək konseptuala da uyğun deyil. Bax, məsələn, burada mən oxudum ki, faktoloji biliklər arasında əlaqə qurursa konseptual olardı. Amma faktoloji bilik əsasında digər biliklər, məsələn, prosedural düsturdursa, düsturdan istifadə edirəmsə, deməli, proseduralın faktolojiya ehtiyacı var. Müxtəlif biliklər arasında əlaqə qururamsa, deməli, əzbər biliklərdən söhbət gedir. Konseptualın faktolojiya ehtiyacı var. 28. Prosedural biliklə bağlı fikirlərdən yanlış olanı seçin. Deyir avtomatikləşmə. Avtomatikləşir axı vurma cədvəli. Ardıcıldırmı? Bəli. Dəqiq fənlərdə istifadə olunurmu? Bəli. Addımlar sabit də ola bilər, dəyişkən də ola bilər? Bəli. Algoritmlər prosedural biliyə aiddirmi? Təbii ki də. Hansı fikir 29-da deyir ki, doğrudur, doğru olan fikri tapın. Mövzun deyir, dərindən öyrənməsində necə konseptual biliyin rolu önəmlidir? Önəmlidir. Spesifik bilik faktoloji biliyə aiddir, növləridir, bura kimi əla. Amma deyir, bir bağlılıq yoxdur. Mən terminoloji biliyə açıqlama vermək üçün spesifikdən istifadə edirəm. Necə? Əlaqə yoxdur. Konseptual bilik faktoloji bilik olmadan formalaşa bilmir. Fəaliyyət ardıcıllığı bəli, prosedural bilikdir, düzdür. Metakognitiv biliyin məzmunun öyrənilməsində təsiri yoxdur. Təbii ki var. Səhvdir Y variantı. Keçirəm 30-a. Prosedural biliklə bağlı hansı fikir doğrudur? Sözlə izah edirsənsə, bax, yerinə yetirmə ardıcıllığı bura kimi düz gəlib, sonra bax, fırladı ki, izah etmək, konseptual olardı, anlamaq. Qaydanı nəzəri formada ifadə etmək, bu faktoloji bilik olacaq. Məlumatı əzbərləyirsənsə, əzbərləməklə yaranır, yox, əzbərləməklə yaranan faktoloji bilikdir. Bu bilik hər vəziyyətdə eyni qaydada, yəni eyni qaydada tətbiq etmilir, axı fərqli qaydalarda da deyir ki, sabit dəyişən addımlardır. Yəni sabit də ola bilər, dəyişə də bilər. Bir işi necə yerinə yetirməyi göstərən bacarıq yönümlü bilikdir. Yəni biliyi bacarığa çevirdiyin bilik prosedural bilikdir. Daha çox da təcrübəyə əsaslanan bilikdir. Y bəndi. 31. Harda uyğunluq pozulmuşdur? Harda uyğunluq pozulubdur? Strategiya düzdür. Mərhələ hansı daş dövrü hansı mərhələlərdən ibarətdir? Düzdür. Faktı bu. Qruplara ayırmaq konseptualdır, düzdür. Xətti tənliyin həlli yolunu bilmək düzdür. Bax, o həlli, düsturu bilmək demir. Sən misala baxanda misalı həll eləməyi bilirsənsə, yəni bacarığın bilməyindən söhbət gedir. O prosedural bilikdir. Axarlı axarsız göllər bu əzbərdir, faktoloji. Əgər desəydik ki, axarlı axarsız göllərə nümunədir, onda konseptual olardı. Bu amma axarlı axarsız göllərin hansı olduğunu bilir. 32. Biliklə bağlı yanlış fikir hansıdır?
biliklə bağlı yanlış fikri tapırıq. Aktiv tərəf olmalıdır. Bəli, biz faktoloji bütün məlumatları şagirdlərə öyrətmirik, yalnız lazım olanları. Nəzəriyyə modellər konseptualdır, düzdür. Öyrənilənlər algoritm şəkli, bu mütləq sözü qaydanı pozur. Yəni mütləq deyil ki, algoritm olsun. Mütləq deyil algoritm olmağı. Algoritmdən kənarla çıxa bilər. Sonra kognitiv, metakognitiv fəaliyyətlərdən təbii ki, analiz eləməlidir şagird biliyi. 33. Hansı konseptual biliyə bağlıdır? Gəlin baxaq görək hansı bağlıdır. Burada əzbər yazıramsa faktdır. Kəsirləri toplayırsa proseduralda icra edir. Verilmiş cümləni sadə və mürəkkəb olmaqla qruplaşdırırsansa, bəli, konseptual. Əgər sadə mürəkkəb cümlə yazın desəydi, prosedural olardı. Hansı üsulla daha yaxşı öyrən? Metakognitivdir. Xəritədə Azərbaycan tap, paytaxtın 3 qonşu ölkəni yaz, əzbərə dayanır. Bu da əzbərlə bağlıdırsa faktoloji bilikdir. Sonra 34 tarix dərslərində, bunu biraz orta eləyək bir saniyə. 34-də tarix dərsində deməli şagirdə bir hadisə haqqında 2 mənbə verilir. Mənbənin yazılma vaxtını, müəllifini müəyyənləşdir, təhlil edir. Sonra məlumatların uyğun gəlib-gəlmədiyini müqayisə edib nəticə. Əgər müqayisədən nəticə çıxarmaqdan söhbət gedirsə, konseptual, təhlil varsa, təhlil, düz araşdırma varsa, bərabərdir konseptual. Bunu da yadda saxlayın müəllimlər. 35 burada da nə edəcəyik? Uyğunlaşdıracağıq. Proseslər arasında əlaqəni bitkilərdə fotosintez və tənəffüs prosesləri arasında əlaqəni izah edirsənsə konseptual olacaq. Düzdürmü? Müşahidə varsa, preparat hazırlayıb müşahidə aparırsansa, konseptual bilik, daha doğrusu prosedural bilik deyil, yaxı müşahidə ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti hansı ildə elan olunub deyilsə, bu da əzbərlə bağlıdır. Əzbərlə bağlı olan bilik modelimiz hansı bilik modelidir? Faktoloji bilik modelidir. Yəni C bəndi. Sonra 36-cı sualımız deklarativ bilik haqqında deyilənlərdən hansı doğrudur? Hər hansı bir sahəni anlamaq üçün elementlərdir, bəli, terminlərdir. Öyrənmə strategiyaları metakognitivdir. Meyar prosedural bilikdir. Algoritm prosedural bilikdir. Ümumiləşdirmə konseptual bilikdir. Uyğun gələn cavabımız olacaq A variantı. Sonra 37. 37-də bizdən şagird himnin dövlət rəmzi kimi əhəmiyyət, mahiyyət, əsasını başa düşmək hansı bilikdir? Konseptual bilikdir də, düzdürmü? Nəyəsə mahiyyətini, əhəmiyyətini başa düşürəmsə konseptual bilik olacaq. 38. Aşağıdakı fikirlərdən yanlış olanı tapın. Sintaktik təhlil zamanı istifadə olunan terminlər faktoloji bilik. Amma sənin cümləni sintaktik təhlil eləməyin, o artıq prosesdir, prosedural bilikdir. Konseptual bilik deklarativ biliklər üzərində qurulub, düzdür. Sözün fonetik təhlili yolunu bilmək. Fonetik, leksik, qrammatik, sintaktik, məsələn, misallı çalışma həll eləməyi bilmək. Bunların hamısı, yəni çünki icra prosesini bilməkdən söhbət gedirdi, proseduraldır. İnsan özü haqqında biliyə malikdirsə metakognitivdir. İki hadisə oxşar fərqli tərəflərin müqayisə edilməsi. Müqayisə konseptual bilikdir. Prosedural deyil. Deməli, sual 39. Hansı fikir doğrudur? Doğru olan fikri seçirsən. Effektiv olması üçün effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklərin, bəli, tətbiqi xarakter daşıyan biliklər şagirdlərə öyrədilməlidir. Yəni, effekt əldə edeyim. Düzdür. Şagird yönümlü dərsdə müəllimin əsas rolu şagirdə informasiya ötürmək xeyr, informasiyanı öyrənməyi yollarını öyrətməkdən ibarətdir. B səhvdir. Spesifik xüsusiyyətləri bilmək, spesifik xüsusiyyətlər faktoloji bilikdir. Bu bir faktdır. Özü haqqında bilik sahibi olmaq prosedural yox, metakognitiv bilikdir. Ardıcıldırsa ardıcıl da prosedural bilikdir. Yəni ardıcıllıqdan söhbət gedirsə. Və sonuncu sualımız 40-cı sualdır. 40-da bizdən nə soruşulur? Deyir, əgər cəmiyyətdə hər kəs, hər zaman, hər yerdə istədiyini etsəydi, insanların həyatı necə olardı?
Bax, burada bir əsaslandırılmış, öz fikirlərini söyləyirsən, əsaslandırılmış fikir söyləyirsən, hətta yer gələndə biraz ə, belə deyim də, dekorativ bilikləri də əlaqələndirəcəksən. Yəni bu konseptual bilik modeli olacaq ki, əgər deyir cəmiyyətdə hər kəs hər zaman hər yerdə istədiyini etsəydi, yəni əgərə cavab verirsənsə, kimisə fikrinə və yaxud da ki, kimisə bu tipli suallarına cavab verirsənsə, bilik modelimiz konseptual hesab olunur. Ümumi izahımız bu qədər. Əgər hər hansı bir sualınız olarsa, yorum bölməsində yazmağa çəkinməyin.